Salam uşaqlar. Gəlin Səlcuqların ən qüdrətli dövrünə nəzər salaq. 1072-1092-ci illər. Bəli, 1-ci Məlikşahın dövrü. Onun dövründə dövlət çiçəklənmə dövrünü yaşayır və öz qüdrətinin zirvəsinə çatır. Hakimiyyətə gələn zaman hökmdarın ilk işi daxili sabitliyi qoruyub saxlamaq və şərq sərhədləri möhkəmləndirmək olmuşdur. Hakimiyyəti dövründə hökmdar Konya, Ankara şəhərlərini tutur, Suriya, Fələstini fəth edir. Məlikşah dövlətin paytaxtını 1073-cü ildə Reydən İsfahana köçürür. Qaraxanilər dövlətini məğlub edir, asılı hala salır və vergi verməyə məcbur edir. Həmçinin 1088-ci ildə Gəncə şəhərini tutaraq Şəddadilər dövlətini süquta uğradır. Məlikşahın hərbi və ticarət sahəsində islahatları olmuşdur. Hərbi islahatına əsasən tayfa prinsipinə əsaslanan qeyri-nizami qoşun əvəzinə nizami ordu yaradılır. Ticarəti canlandırmaq üçün də 3 tədbir görmüşdür. Birincisi, vahid pul, çəki, ölçü sistemi yaradır. İkincisi, karvan yollarının təhlükəsizliyini təmin edir. Üçüncüsü isə tacirləri bəzi rüsumlardan azad etmişdir. Və bütün bu amillər nəticəsində iqtisadiyyatın inkişafına şərait yaradılır. 1092-ci ildə Məlikşahın ölümündən sonra varisləri dövründə dövlət tədricən tənəzzül etməyə başlayır.